Dünyanın en güzel kırmızı sarmaşığı budur. Hem telefonun bütün güzelliğini ötürə bilmir, rənginin tündlüyünü, ətrini açmağa başladı. Bugün aprelin 27'si. Artıq simpatiyam ilk çiçəyini açdı. Ətri o qədər gözəllik. Gözəlliyi o qədər gözəllik. Pik çiçəkləmə maydır. Sonra yayda, payızda, hətta noyabrda belə bizdə üstündə çiçəkləri olur. Maç elədim sizdən gizdim bunu. Şirin qızım, mənim şəkər qızım. Bağımda bir neçə yerdə var. İndi dəqiq deyəcəm neçə yerdə var bağımda. 4 yerdə var. Ana kollardır artıq. Odunlaşmış kollardır. Artıq demək olar ki 11-12 ilin kollarıdır. Təsəvvür edirsiniz, baxın bu kök onun köküdür. Birinin. Sonra bu daha yoğunlaşır. Çox gözəl olur. Çiçəyin rəngi çox, ətri çox gözəldir. Balaca tinglərindən qalıb satışdı. İstəyən olsa yazsın.